Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Lənkəran Boradigah Masallı magistralında Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ 2107 markalı nəqliyyat vasitəsi Mercedes markalı avtomobillə toqquşub. Qəza nəticəsində 5 nəfər Lənkəran rayonunun Havzava kənd sakinləri 49 yaşlı Kəsirə Xudaverdiyeva, 41 yaşlı Kərim Əliyev, 15 yaşlı Amin Xudaverdiyev, 14 yaşlı Kərim Kərimli və 13 yaşlı Arzu Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlardan Kəsirə Xudaverdiyeva və Kərim Əliyev vəziyyətlərinə uyğun olaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Yeniyetmələrin müalicələri isə təcili yardım şöbəsində davam etdirilir. Qeyd edək ki, xəsarət alanlar eyni kəndin sakinləridir. Qəzanın baş vermə səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.